Bəli, mən Vüsal Kəlbəcəri bu günlərim Azərbaycanımızın gözəl şəhəri olan Şirvan şəhərində 34 ildir ev növbəsində olan birinci qrup 50 sizlərə təqdim eləmək istəyirəm. Gözdən əlil, birinci qrup Gözdən əlil bizim anamızı, bacımızı, Azərbaycan Respublikasının vətəndaşını sizlərə təqdim eləmək istəyirəm ki, 34 ildir, bax burada gördüyünüz kimi sərəncamlar, sənədlər var ki, bəli. İcra Hakimiyyəti tərəfindən və aidiyyəti olan orqanlar tərəfindən bunlar ev növbəsinə durubdur bu ailə və sizə təqdim eləmək istəyirəm. Anam, xoş gördük. Bu günlər 2026-cı il 22 aprel tarixidir. Adınız, soyadınız? Şahmardanova Rahilə, Şahmardanova. Şahmardanova Rahilə, Şahmardanova. Çox gözəl. Anamız, siz neçənci ildən birinci qrup 50 olmuşsunuz və neçə ildir müraciət eləmişsiniz? 2009-cu ildən birinci qrup 50. 2009-da. Amma sənədləri bir dəfə düzəldib vermişəm 15-ci ildə. 2015-də. İçiriblər, axırına çıxıblar. Sonra təzədən bir də sənəd düzəltmişəm 22-ci ildə. 2022-ci ildə. Hə, əlillərə. Sənəd düzəltmişəm, hal-hazırda da 6 ildir burada növbədəyəm. 92-dən də 2015-ci ilə kimi də birinci qrup 50-də elə indiyənə. Növbədəsiz. Növbədəyəm. Yəni 34 ildir ki, Ofis sotda növbədəyəm. növbədəsiz. Bəli, bu həm ağlamalı hadisədir, həm gülməli, həm də faciə bir hadisədir ki, yəni 34 ildir növbədədir. Və anamızın da müraciəti aidiyyəti olan orqanlaradır ki, Şirvan şəhərində əgər evlərin verilməsi növbədləndirsə, o cümlədən və ya gec tikilirsə, Tərtər rayonunda, Bərdə rayonunda və ya Mingəçevir şəhərində və ya hansısa bir şəhərlərdə, yaxın yerlərdə evlər varsa, növbədə varsa, bizim anamız da o evlə təmin olunmasını istəyir. Mən Vüsal Kəlbəcəri jurnalist olaraq bu günlərim Şirvan şəhərində bu ailəni sizlərə təqdim elədim və indi anamız da aidiyyəti olan orqanlardan, başda cənab prezidentimizdən öz arzusu, istəyini və xahişini istəyərəm ki, özü çatdırsın. Buyur anam. Dirək sözləriniz, xahişiniz, rizanız, tələbiniz nədir? Xahişim odur ki, bizim prezidentimizdən xahiş edirəm ki, mən bu qədər müddətə növbəliyində olduğuma görə xahiş edirəm, mənə bir otaqla təmin eləsin. İnşallah, bəli, mən Vüsal Kəlbəcəri aidiyyəti olan orqanlara inşallah soru xarakteri yəqin ki məktub göndərəcəyik. Yəqin ki bu ailəyə inşallah tezliklə kömək olurlar. Təşəkkürlər, minnətdaram, çox sağ olun. Aidiyyəti olan orqanlar xahiş edirik bu ailəyə dəstək olun. Minnətdaram.